Ermənistanda yerləşən Rusiya ordusuna məxsus hərbi maşınların hərəkətinin əks olduğu görüntülərin yayılması bir sıra müzakirələrə səbəb olub. Kremlə məxsus hərbi kolonun hansı istiqamətə yol aldığı maraq doğurub. Digər tərəfdən 102-ci bazanın hərbi təlimlər keçirəcəyi haqda məlumatlar da yoxdur. Üstəgəl İrəvan daxilində anti-Rusiya təbliğatı görülməmiş səviyyədədir. Bəs bu amillər nədən xəbər verir? Məsələni analiz edən ekspertlər deyirlər ki, mövcud vəziyyət ilk olaraq Rusiyanın Ermənistanda hərbi mövcudluğunu xatırlatma mahiyyəti daşıya bilər. Bu isə onun geosiyasi orientasiyasını qərb istiqamətinə yönləndirməsinə hesablanıb. Həmçinin son dönəmlər Fransa və Hindistanla da hərbi əməkdaşlıq genişlənib. Ermənistanda yerləşən Rusiya məxsus 102-ci hərbi bazanın hərbi texnikalarının görüntülərini biz bundan öncə də müşahidə etmişdik. Hansı ki, stasionar olaraq yerləşdiyi ərazilərdən məhz həmin o hərbi bazaya məxsus 3 hərbi poliqon var ki, bu Nubarashindi, Kamxuddu və eyni zamanda Alagöz hərbi poliqonu həmin ərazilərdə bu təlimlərə cəlb olunur həmin o texnikalar. Mən elə hesab edirəm ki, sözü gedən təlimlərdən elə Rusiya tərəfi də bir növü hansı ki, üçüncü ölkələr var, Ermənistanda hərbi mövcudluğunu artırmağa çalışır, onlara bir göstəri xarakterlidir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkinin sözlərinə görə İrəvan Moskvanın 102-ci hərbi bazasının və sərhəd qoşunlarının ölkədəki mövcudluğunu müsbət qiymətləndirir. Üstəlik hərbi siyasi ittifaqın gücləndirilmiş şəkildə davam etdiyini deyir. Məsələnin maraqlı tərəfi isə Paşinyan komandasının son illərdə bu istiqamətdə hər hansısa müsbət fikirlər səsləndirməməsidir. Əksinə, hökumət Rusiyalı sərhədçilərin kənarlaşdırılması üçün səy göstərirdi. Bundan əlavə ölkə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı çərçivəsində keçirilən təlimlərdə iştirak etmir və üzvlükdən geri çəkilməkdə niyyətli olduqları ilə bağlı rəsmi səviyyədə mövqe sərgiləyir. Həmçinin Avropa İttifaqının müşahidə missiyası ilə daha intensiv fəaliyyətdədir. Analitiklər deyirlər ki, bütün bu amillər fonunda Moskva tərəfindən atılan addımların pərdə arxasında İrəvana ciddi mesajlar dayanır. Ehtimallara görə Rusiya Ermənistanın son addımlarına qarşı rıçaqlarından istifadə etməyə çalışır. Ermənistanın bugünə kimi, xüsusən də son illərdə, son aylarda Rusiyaya qarşı ciddi şəkildə bir demarş siyasətini gücləndirdiyini və müəyyən sərhədlərindən hətta Rus hərbiçilərin kənarlaşdırıldığını, saylarının azaldıldığı tendensiyasını və buna qarşılıq olaraq da kənar güclərin bölgəyə gətirilməsini, yəni söhbət Avropa İttifaqı missiyası çərçivəsində əslində isə tərkibi hərbiçilərdən ibarət olan belə bir kontingentin bölgəyə daşınmasından söhbət gedir ki, bu siyasətlərin həyata keçirilməsi ilə Moskvanı təbiidir ki, qıcıqlandırır. Hər nə qədər Rusiya Ermənistandan sanksiyalardan yayınma vasitəsi kimi istifadə etsə də və müəyyən məqamlara göz yumsa da, onsuz da Moskva çox yaxşı anlayır ki, ciddi şəkildə Ermənistan onun orbitindən kənarlaşa bilməz. Kreml hələ ki rəsmi səviyyədə İrəvana qarşı ciddi mövqe sərgiləməkdən yayınır, amma pərdə arxasında hər hansısa addımların atıldığı müşahidə edilir. Elə Rusiya ordusuna məxsus hərbi maşınların hərəkətində canlanma da bu amili sübut edir. Bu xatırlatmaların ardınca hansı tədbirlərin icra ediləcəyi isə sual altındadır. Ermənistan Rusiyanı 44 günlük vətən müharibəsində və ondan sonraki dövrlərdə hərbi dəstək həyata keçirməməkdə günahlandırır. İrəvan rəsmiləri deyirlər ki, Rusiya Ermənistanın ödədiyi 250 milyon dollarlıq silahı çatdırmayıb. Müdafiə vasitələrsiz qalan ölkə yeni strateji tərəfdaşlar axtarışına başlayıb. Bu sahədə pənahı Hindistan, Fransa və bir sıra Avropa İttifaqı ölkələrində tapıb. Digər tərəfdən xatırlatmaqda fayda var ki, Ermənistan qaz, elektrik enerjisi, xüsusilə iqtisadi sahədə əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Bu amillər isə İrəvanın anti-Rusiya meyillərini kölgə altına alır. Mövcud durumda İrəvanın Moskvadan qəti şəkildə uzaqlaşması real məsələ deyil.